Mən Qurbanov Rəşadət, Lux International Hospitalın həkim oftalmoloquyum. Bizə çox sayılı müraciətlərdən bir neçə sualı seçib sizə açıqlamaq istəyirəm. Məsəl üçün, pasientləri ən çox maraqlandıran mirvaris əməliyyatından sonra gözün içinə qoyulan linzaların hansı üstünlüklərə malik olmaqlarıdır. Qabaqcadan deyə bilərəm ki, gözün mirvaris suyunu əməliyyat eləyəndə gözün içinə mütləq bir halda linza qoyulmalıdır. Artıq insanın bəkləntiləri necə olacağından asılı olaraq biz linzaların xüsusiyyətləri, növlərini seçirik. Məsəl üçün, deyək ki, pasient uzaq və yaxın məsafəyə yaxşı görmək istəyir. Bu halda, əlbəttə ki, multifokal linzalara üstünlük veririk. Multifokal linzaların seçimində isə daha vacib olan insanın gündəlik hansı işlə məşğul olacağı və gün ərzində nə qədər vaxt yaxın məsafədə keçirəcəyindən asılıdır. Elə pasientlər olur ki, həm yaxın, həm uzağa, ümumiyyətlə eynəksiz, tamamilə azad olmağını istəyir. Bu hallarda yaxın, orta, uzaq məsafə üçün olan linzalardan gözün içinə qoyulur. Əgər pasient yaxın, orta məsafəni kifayət edir, gün ərzində çox bir vaxtı yaxın məsafədə keçirmirsə, oxumaq ya da bilgisayar arxasında çox oturmursa, bu halda orta və uzaq məsafə üçün nəzərdə tutulmuş linzalardan istifadə olunması daha vacibdir. Bəzi pasientlər üçün uzaq məsafədə görmək daha vacib olduğu üçün biz pasientlərə təklif edirik monofokal linzaları. Məsəl üçün, uzaq məsafələrə avtomobil idarə edən pasientlər üçün ağıllı linzalar tam istədikləri nəticəni verməyə bilər. Bu halda biz monofokal, yəni bir məsafə üçün nəzərdə tutulmuş linzalardan tövsiyə edirik və bu halda insan uzaq məsafəni gecə, gündüz və günorta vaxtları tam ideal görür. Yaxın məsafədə xırda bir mətni oxumaq üçün isə eynəklərdən istifadə edir.